Salam. Bu videoda 6-cı sinif dərsliyinin düz üçbucaqlı prizmanın və silindrin həcmi mövzusuna baxırıq. Əgər izahların davamlı olmağını istəyirsinizsə, videonu bəyənib kanala abunə olmağı unutmayın. Başlayaq araşdırma müzakirə hissəsindən. Şəkildə kuboid, düz üçbucaqlı prizma və silindr formasında qablar verilmişdir. Qabların hündürlükləri bərabərdir. Bəli, göründüyü kimi hər birinin hündürlüyü 30 sm-dir. Hansı qabın oturacağının sahəsi ən böyükdür? Gəlin bir-bir oturacaqlarına sahəsini tapaq. Birinci fiqurumuz kuboiddir. Onun oturacağı nədir? Düzbucaqlıdır. Düzbucaqlımızın eni 8, uzunluğu isə 10 sm-dir. Sahəni də tapmaq üçün bir-birinə vururuq. Bu fiqurun oturacağı oldu 80 kvadrat santimetr. Keçək ikinci fiqura. Bu fiqur isə düz üçbucaqlı prizmadır və oturacağı da üçbucaqdır. Üçbucağımızın sahə düsturu nə idi? S bərabərdir 2-də 1 AH. A-mız nədir? 8. H-ımız nədir? Yox. Tərəfimiz 10, A-mız 10. H-ımız isə 8-dir. Yəni 2-də 1 vurulsun 10, vurulsun 8-dir. 2 ilə 8 ixtisar gedir 4, 4 vurulsun 10-da 40. Bu fiqurumuzun oturacağının sahəsi də oldu 40 kvadrat santimetr. Keçək üçüncü fiqura. Üçüncü fiqurumuz isə silindirdir. Oturacağı nədir? Dairədir. Dairənin sahə düsturu nədir? Pi r kvadratı. Yəni, pi-ni də gəlin 3 götürək. Bilirik ki, pi təqribən 3,14-ə bərabərdir. Bunu da təqribən 3 götürürük. Adətən. Aha, 3 vurulsun. R-imiz nədir? Baxın, desimetrimizi 10 verib. Axı, bilirik, desimetr radiusun 2 qatıdır. Radiusu da tapmaq üçün desimetri 2-yə vururuq. Radius da olur 5. 5-in kvadratı bərabərdir 3 vurulsun 25, o da bərabərdir 75 kvadrat santimetr. Burada da sahəmiz oldu 75. Bizdən ən böyüyünü soruşurdu. 80, yəni kuboidin oturacağının sahəsi. Cavab olur kuboid. Oturacağının sahəsi artdıqca qabın tutumu necə dəyişər? Tutumu, yəni həcmi də əlbəttə ki artar. Çünki həcm düsturu adətən fiqurlarda nədir? S oturacaq, vurulsun H. Əgər vururuqsa, əlbəttə ki, böyük ədədi bir ədədə vuranda daha böyük qiymət almış olarıq. Yəni, necə dəyişər? Artar. Qabları su ilə doldursaq, hansı qab daha çox su tutar? Bunu necə müəyyən eləmək olar? Baxın, şərtdə də deyilir, şəkildə də göstərilib. Hər birinin hündürlüyü, baxın, bərabərdir. Hər birinin hündürlüyü 30 sm-dir. Bizim həcm düsturumuz da nədir? V bərabərdir. S oturacaq, vurulsun hündürlük. Hər birinin hündürlüyü eynidirsə, bu hündürlük düsturda hər birində eynidir. Biz əsas olaraq S oturacağa baxmalıyıq. Hansının oturacağının sahəsi daha böyükdürsə, deməli onun həcmi də daha böyük olacaq. Həcmi böyük olanda da nə olur? İçərisi daha çox su tutur. Qabları su ilə doldursaq, hansı qab daha çox su tutar? Düstura əsaslandıq. Əlbəttə ki, böyük, S oturacağı daha böyük olan, yəni kuboid daha çox su tutar. Bunu necə müəyyən etmək olar? Düsturdan müəyyən elədik. Hər birinin hündürlüyü bərabərdir. Biz də ona görə S oturacağa baxdıq. S oturacaq da kuboid də daha böyük idi deyə bunu beləliklə müəyyən elədik. Keçək öyrənmə hissəsinə. Düz üçbucaqlı prizmanın həcmi. Düz prizmanın həcmi oturacağının sahəsi ilə hündürlüyünün hasilinə bərabərdir. Yenə də əvvəl dediyim düsturdakı kimi V bərabərdir S oturacaq vurulsun H. Bu düstura əsasən də çalışmaları həll eləməyə başlayaq. Çalışma 1. Düz prizmanın həcmini tapın. Gəlin tapaq. Baxaq A variantına. V bərabərdir düstur nə idi? S oturacaq vurulsun H. H-ımız nədir? Yox. Hündürlüyümüz 4-dür. Amma gəlin birinci S oturacaqdan başlayaq. S oturacaq bərabərdir. Düsturumuz nə idi? S oturacağımız üçbucaqdır. Üçbucaq düsturumuz da nə idi? 2-də 1 vurulsun AH. A-mız 5-dir tərəfimiz. Üçbucağın hündürlüyü də 2-dir. 2-də 1 vurulsun 5, vurulsun 2. 2-lər ixtisar gedir, S oturacaq oldu 5. A variantında da V bərabərdir. S oturacağı 5 tapdıq. 5 vurulsun. Hündürlüyümüz də nə idi? 4. 5 vurulsun 4. Bərabərdir 20. A variantında bizim həcmimiz oldu 20 kub metr. Baxaq B variantına. Baxın, müstəviyə necə yerləşdirilmiş olursa olsun prizma. Prizmanın oturacağı nədir?
üçbucaq. Yəni bu sizi çaşdırmasın ki, prizma düzbucağı tərəfdən müstəviyə yerləşdirilib, deməli onun oturacağı düzbucaqlıdır. Xeyr, oturacağı üçbucaqdır. V bərabərdir S oturacaq vurulsun H. S oturacaq üçbucağın sahəsini tapırıq. Yenə də 2də 1 AH düsturu ilə hündürlüyü üçbucağın 6-dır, tərəfi isə 10-dur. 2də 1 vurulsun A'mız 10, H'ımız 6-dır. 2 ilə 6 ixtisar gedir, burada qalır 3, 10 vurulsun 3 də olur 30. S'imiz oldu 30, 30 vurulsun. Hündürlüyümüz də nədir? 8. 30 vurulsun 8 də bərabərdir 240 kub santimetr. B variantında cavabı bu oldu. Baxaq C variantına. Yenə də eyni düstur. V bərabərdir S oturacaq vurulsun H. Baxın, burada da düzbucaq üzərinə yerləşdirilib müstəvidə. Amma yenə də bizim oturacağımız nədir? Üçbucağımız. 2də 1 vurulsun. A'mız nədir? Tərəfimiz 4. Vurulsun. Üçbucağın hündürlüyü isə 6-dır. Vurulsun 6. 2 ilə 4 ixtisar gedir. Burada qalır 2. 2 vurulsun 6 da olur 12. H'ımız da nədir? 10. V də bərabərdir 12 vurulsun 10. Bərabərdir 120 kvadrat kub santimetr. Baxaq ikinci çalışmaya. Prizmanın həcmi altında yazılıb. Boş xanaya uyğun ölçünü tapın. Bizim həcm düsturumuz nə idi? V bərabərdir S oturacaq vurulsun H. Bizə nə verib? V-ni verib. H-ı da verib. Bizim nəyimiz naməlum olur? Naməlum olmur daha doğrusu. İçərisindəki 2də 1 AH düsturundan A'mız naməlumdur. Baxın. Üçbucağın hündürlüyünü, H-ını verib. Amma tərəfimiz naməlumdur. Biz burada nə edirik? S oturacağı tapırıq birinci. Bərabərdir. Nədir? V bölünsün H. Düz deyil. V'miz nədir? A variantında 180 bölünsün fiqurun hündürlüyü H-ı bölünsün 9. Bərabərdir 20. S oturacağımız oldu 20. S oturacağımızın da düsturu 2də 1 AH-dır. Onu da bərabər eləyirik. Yəni 20 bərabərdir. 2də 1 vurulsun. A'mız naməlumdur. Yenə də A yazırıq. Vurulsun. H-ımız nədir? Üçbucağımızın hündürlüyü 5. Vurulsun 5. İndi gəlin hesablayaq. A bərabərdir nədir? 20 bölünsün. 2də 1 ilə 5-in hasili. O da nədir? 2də 5. Biz bilirik ki, 2 ədədi böləndə ikinci ədədi tərs çeviririk vurmaya çevirmək üçün. Yəni A bərabərdir 20 vurulsun. 5də 2. O da bərabərdir 5 ilə 20 ixtisar olunur. Burada qalır 4. 4 vurulsun 2də olur 8. A'mızı da 8 tapdıq. A variantında cavabımız oldu 8. Baxaq B variantına. Yenə də eyni düsturlarla birinci S oturacağı tapırıq. Bərabərdir. V bölünsün H. O da bərabərdir. V'miz nədir? 96. Bölünsün. H-ımız nədir? 8. Bərabərdir 12. 12 bizim nəyimizdir? S oturacağımız. Yəni 12 bərabərdir 2də 1 AH. A'mız nədir? Verilməyib. H-ımız nədir? Üçbucağımızın hündürlüyü 4. Gəlin yerinə qoyaq. 12 bərabərdir 2də 1 vur A vurulsun H nədir? 4. 2 ilə də 4-ü bir-birinə vuran, 2də 1 ilə 4-də bir-birinə vuranda 2 ilə 4 ixtisar olunur. Burada qalır 2. Yəni 12 bərabərdir 2A. Buradan da məlum olur ki, A bərabərdir 6-ya. B'də də cavabımız oldu 6. Baxaq C variantına. Burada naməlumdur. Burada artıq hündürlüyü tapmalıyıq. Yenə də düstura əsasən V bərabərdir S oturacaq vurulsun H. Hündürlüyü tapmalıyıq. Yəni hündürlük bərabərdir V bölünsün S oturacaq. S oturacağı da burada tapırıq. Bərabərdir 2də 1. Tərəfi nədir? Üçbucağın 6. Hündürlüyü nədir? 3. 2 ilə 6 ixtisar gedir. Burada qalır 3. 3 vurulsun 3 də olur 9. S oturacağımız oldu 9. V'miz de onsuz 45 verilmişti həcmimiz. 45 bölünsün 9 da oldu 5. C variantına da cavabımız oldu 5. Baxaq D variantına. D variantında da üçbucağımızın hündürlüyü naməlumdur. Gəlin tapaq.
Üçbucağımızın hündürlüyü naməlumdursa, gəlin bu düsturu açaq. Necə açaq? V bərabərdir S oturacaq vurulsun H deyil. S oturacağın yerinə onun açılışını yazaq. 2də 1 vurulsun A, vurulsun gəlin H üçbucaq yazaq. Bura vurulsun H. Bu H üçbucağın hündürlüyüdür. Bu da ümumi fiqurun hündürlüyüdür. İndi də verilənləri yerinə yazaq. V-nin yerinə yazaq gəlin 198 bərabərdir. 2də 1 vurulsun. Üçbucağın tərəfi verilib 11. Vurulsun 11 vurulsun. Bizdə naməlum olan üçbucağın hündürlüyüdür. Ona görə bunu olduğu kimi yerinə yazırıq. Vurulsun fiqurun hündürlüyü nədir? 6. Vurulsun 6. 2də 1 ilə 6-nı vuranda 2 ilə ixtisar gedir. Burada qalır 3. 3 vurulsun 11 də olur 33. Yəni 198 bərabərdir 33 H üçbucaq. Burada da gəlin H üçbucağı tapaq. O da bərabərdir 198 böl 33. Burada da cavab olur 6. D variantında da cavabımız olur 6. Keçək digər öyrənmə hissəsinə. Silindrin həcmi. Silindrin həcmi onun oturacağının sahəsi ilə hündürlüyünün hasilinə bərabərdir. Yenə də düstur budur. V bərabərdir S oturacaq vurulsun H. Və yaxud da ki, V bərabərdir P kvadratı vurulsun H. Bu da necədir? S oturacaq düsturunu sadəcə açıb. Çünki silindrin axı oturacağı dairədir. Dairənin sahə düsturu da bilirik ki, P kvadratıdır. Onu da götürüb S oturacağın yerinə yazıb. Yəni V bərabərdir P kvadratı vurulsun H şəklində. Keçək üçüncü tapşırığa. Silindr formasında əşyaların həcmini tapın. P-ni də 3 götürməyimizi qeyd edib. Baxaq A variantına. A variantında hündürlüyümüz 2-dir. Radiusumuz isə 1,5-dir. Düstur nədir? Birinci gəlin düsturu yazaq yadımızdan çıxmaması üçün. PR kvadratı vurulsun H. Və yaxud da ki, S oturacaq vurulsun H. Eyni şeydir. Amma mən bu düsturdan istifadə edəcəm. P nə idi? 3. V bərabərdir 3 vurulsun. R-imiz nədir? 1,5. 1,5-in kvadratı nədir? 2,25. Vurulsun 2,25 vurulsun hündürlüyümüz yəni 2. Vur 2 bərabərdir. 4,5. 4,5-i də 3-ə vuranda eləyir 13,5. A variantında cavabımız oldu 13,5 kub santimetr. Keçək B variantına. Yenə də artıq burada bizə desimetrin uzunluğunu verib. Biz burada radiusu tapmaq üçün desimetri 2-yə bölürük. Radiusumuz da olur 4. V də bərabərdir PR kvadratı vurulsun H. O da bərabərdir 3 vurulsun. R-imiz nədir? 4. Kvadratı nədir? 16. Vurulsun H-ımız da 3-dür. Vurulsun 3. Bərabərdir. 48. 48-i də 3-ə vuranda olur 144. B variantında da cavabımız oldu 144 kub metr. Baxaq C variantına. Yenə də artıq burada radiusu verib 40. Birbaşa düsturu tətbiq eləyə bilərik. Bərabərdir. 3 vurulsun. R-imiz nədir? 40. Bunun kvadratı nə olacaq? 1600. Vurulsun hündürlükdə 52. Bərabərdir. Buradan yazım gəlin. 3-ü 52-yə vuranda nə eləyir? 156 vurulsun 1600. O da bərabərdir. Bu da eləyir 249.600. Bu axı kub santimetrdir. Biz gəlin bunu kub metrə çevirək. Santimetri metrə çevirəndə. Yox, gəlin biz bunu kub desimetrə çevirək. Normalda santimetri desimetrə çevirəndə 1 sıfır silirik. İndi isə kub olduğu üçün 3 sıfır silməliyik. Nə olur bu da? 249 tam 10^6 kub desimetr. Cavabımız oldu bu. Keçək D variantına. Radiusumuz 60 santimetrdir. Hündürlüyümüz 15. Yenə də V bərabərdir PR kvadratı vur H. P'miz 3'dür. R'imiz 60'dır. Kvadratı olur 3600. Vurulsun H'da 15 bərabərdir. 45 vurulsun 3600. Bərabərdir.
162.000. Bu da kub santimetrdir. Gəlin bunu da kub desimetrə çevirək. 3 sıfır silməliyik. Elə bu 3 sıfır silirik. Olur 162 kub desimetr cavabımız. Keçək 4-cü suala. Silindrin həcmi altında yazılıb. Bu silindrin hündürlüyünü tapın. Yenə də düsturumuz nə idi? V, S oturacaq, vurulsun H. Silindrin həcmi altında yazılıb, hündürlüyünü istəyir bizdən. Yəni bizə S oturacağı məlum olmalıdır. O da necə? Desimetri 20 verilib baxı. Eri də 10 tapırıq biz. Eri də 10 tapdığımız üçün gəlin yerinə qoyaq indi. Bunun açılışı nə idi? Pi r kvadratı vurulsun H. A variantında biz bunu həcmi yəni nəyə bərabər eləmişik? Pi r kvadratı H bərabərdir 3000 piyə. 3000 piyə. Bərabərliklərdən pilər ixtisar gedir. R kvadratı H deməli bərabər olur 3000-ə. R kvadratı H bərabərdir 3000-ə. R bizə məlumdur axı 10-dur. 10-un kvadratı nədir? 100. Yəni 100H bərabərdir 3000. H-ı da tapmaq üçün 3000-i bölürük 100-ə. 2 sıfır silinir, H-ı da tapırıq 30. Deməli, A variantında silindrimizin hündürlüyü 30 cm imiş. A variantının cavabı oldu 30. Baxaq B variantına. Yenə də həcm verilib, desimetr verilib, radiusu tapaq 3 cm. S oturacaq da bərabər olur pi r kvadratı, yəni pi vurulsun r kvadratı da olur 9. 9 pi. Axı düsturumuzda S oturacaq vurulsun H-dır. S oturacaq, yəni 9 pi vurulsun H bərabərdir 376 pi. Pilər hər iki bərabərliyin hər iki tərəfindən ixtisar olunur. 9H bərabər olur 376-ya. H da bərabərdir 376-nı 9-a bölürük. Olur 40. 41,9'da 7 olur hündürlüğümüz. C variantında cevabı oldu 41,9'da 7. Baxaq D variantına. Həcmimiz verilib. Desimetrimiz verilib. Gəlin radiusumuzu yazaq. R bərabərdir. Desimetrin yarısı 12. Aha. Bizə nə istəyir? Hündürlüyü istəyir. Burada da yenə də müstəviyə yerləşmə formasına baxmayın. Hündürlüyümüz bu yox, budur. Çünki silindrin oturacağı nədir? Çevrədir. V bərabərdir pi r kvadratı vurulsun H düstur. V'miz nədir? 11520 pi bərabərdir pi vurulsun. R'imiz nədir? 12 kvadratı 144. Vurulsun, bizdən də elə H istəyir. Pilər ixtisar olunur. Gəlin bu ədədi 144-ə bölək və hündürlüyü tapaq. Hündürlük olur 1152-nin 144-də böləndə olur 8, yəni 80. Hündürlüyümüz də olur 80. D variantının cavabı. Anar və Aynur şəkildəki düzbucaqlı formasındakı kağızı silindr formasında bükdülər və oturacaqlarını kağızla örtdülər. Aynur kağızı eninə doğru, Anar isə uzunluğuna doğru qatlayıb və silindr düzəldib. Kimin düzəltdiyi silindrin həcmi çox olar? Silindrin həcminin daha çox olması üçün nə olmalıdır? Həmin silindrin S oturacağı və hündürlüyü daha çox olmalıdır. S oturacağının da daha çox olması üçün nə çox olmalıdır? Radiusu çox olmalıdır. Gəlin hər bir silindrin bir-bir radiusunu və hündürlüyünü müəyyən eləyək. Birinci baxaq Anarın silindrinə. Düsturumuz nə idi? Pi r kvadratı vurulsun H. Gəlin birinci R-imizi tapaq. Bizim çevrəmiz baxın budur. Bunu açanda nə olur? Düzbucaqlının eni də bu düz deyil. Hündürlüyü də uzunluğudur. 20-yə bərabərdir çevrəmizin uzunluğu. Çevrəmizin uzunluq düsturu nədir? 2 pi r. 2 pi r-imiz yəni nəyə bərabərdir? 20-yə. Pi r-imiz nəyə bərabər olur? 10-a. İndi gəlin təxmini şəkildə biz R-imizi tapmağa çalışaq. R-i də tapmaq üçün 10-u bölməliyik pi-yə. Pi-ni də gəlin təxminən 3 götürək elə. 10-u 3-ə böləndə nə eləyir? 3 tam 3-də 1. Gəlin biz bu 3-də 1 hissəsində götürməyək, hesablamayaq.
təxmini bərabərdir işarəsi bərabərdir 3 yazaq. Anarın düzəltdiyi silindrin radiusuna. Buranın radiusu olduğu 3. Gəlin indi Aynurun silindrini hesablayaq. Baxın, Aynurun çevrəsi budur, bu hissədədir. Bunu açanda da düzbucaqlının uzunluğuna təsadüf eləyir çevrəsi. Yəni Aynurun çevrəsinin uzunluğu 2πr bərabərdir nəyə? Düzbucaqlının uzunluğuna. Bərabərdir 25. Πr bərabərdir 12,5. R də bərabərdir 12,5-i 3-ə bölək təxmini radiusu tapmaq üçün. Gəlin elə 0,5-i hesablamayaq. 12-ni bölək 3-ə. Nə eləyir? 4. Aynurun da çevrəsinin radiusu oldu 4. İndi gəlin hər birinin ayrı-ayrılıqda həcmlərini tapaq. V anar bərabərdir. Düsturumuz nədir? Πr kvadrat vurulsun h. Pi vurulsun. Anarın radiusu nədir? Anarın düzəltdiyi silindrin 3. 3-ün kvadratı 9 vurulsun. Hündürlüyü nədir? 25. Vurulsun 25. Bərabərdir. 9-u da 25-ə vuranda olur 225 pi. Anarın düzəltdiyi silindrin həcmi oldu 225 pi. İndi gəlin Aynurun düzəltdiyi silindrin həcmini tapaq. Və Aynur bərabərdir. Pi vurulsun. Aynurun düzəltdiyi silindrin radiusu nədir? 4. Vurulsun 4-ün kvadratı, yəni 16. Vurulsun hündürlüyü. Hündürlüyü də nə idi? 20. Bərabərdir 320 pi. Hansının həcmi daha çox oldu? Əlbəttə ki, Aynurun düzəltdiyi silindrin. Cavab Aynur. Digər sualda isə deyir ki, kağız hansı formada olsa, hər iki silindrin həcmi bərabər olar. Hər iki silindrin bərabər olması üçün həcminin ölçülər bərabər olmalıdır. Yəni, kağız hansı formada olmalıdır ki, bərabər olsun? Əlbəttə ki, kvadrat formada olsa, ölçülər, yəni həcmlər bərabər olar. Baxaq 6-cı məsələyə. Əyləncə parkında uşaqlar üçün taxtadan düz üçbucaqlı prizma formasında oyun yeri düzəldildi. Oyun yerinin içərisi silindr formasında hazırlandı. Taxta ilə örtülmüş hissənin həcmi nə qədərdir? Deməli, üçbucaq bir taxtadır və yaxud da fiqur, hər hansısa bir materialdan düzəldilmiş. Bunun içərisi də silindr formasında bir oyuqdur. Baxın, içərisində də silindri belə çəkim. Baxın, bu şəkildə oyuqdur. Aha. Taxta ilə örtülmüş hissənin həcmi nə qədərdir? Yəni, bu boşluğun, silindr formasındakı boşluğun həcmini soruşur. Gəlin biz birinci prizmanın həcmini tapaq. Prizmanın həcm düsturu nə idi? V bərabərdir S oturacaq vurulsun H. S oturacaq da yəni üçbucağın sahəsi. Yəni S oturacaq bərabərdir 2-də 1 AH. Üçbucağımızın hündürlüyü baxın budur. Düz deyil. Hündürlüyü də elə verib bizə 180 cm. 2-də 1 vurulsun. Tərəfimiz də nədir? 200 cm. Vurulsun 200, vurulsun 180. Bərabərdir. 2 ilə 200 ixtisar gedir. Burada qalır 100. 100 də vurulsun 180. Olur 180. Yox, 18.000. Aha. Bizim S oturacağımız oldu 18.000 kvadrat santimetr. İndi gəlin həcmi tapaq. Ümumi bütün üçbucağın. 18.000 vurulsun hündürlük. Hündürlük nədir? 100. Yenə də prizmanın oturacağı nədir? Üçbucaq. Hündürlüyü nədir? Düzbucaq. Vurulsun 100. Nə olur? 1.800.000. Aha. Bu nədir? Kub santimetr. Gəlin bunu kub metrə çevirək. Normalda santimetri metrə çevirəndə nə olur? 3 sıfır silirik. 2 sıfır silirik daha doğrusu. İndi isə üzərindəki 3-ə görə 2-ni vururuq. 3-ə 6 sıfır silirik. Yəni, bu 5 sıfır sildik və digər 6-cı sıfır üçün 1 ilə 8-in arasında bir vergül atırıq. Nə olur? 1,8 kub metr. Aha. Bu nə oldu? Ümumi üçbucağın həcmi. İndi gəlin silindrin həcmini tapaq. Silindrin həcmi də nəyə bərabərdir? S bərabərdir Pr kvadratı vurulsun H.
Baxın, desimetri 100 verib. Baxın bu hissəni. Onda erimiz nədir? Erimiz də 50 santimetrdir. P'ni bizə 3 verib. 3 vurulsun. Erin kvadratı, yəni 2500 vurulsun H. H'ımız da nədir? Baxın bu hissə. Əgər bu hissə 100-dürsə, deməli burada 100-dür. Ona görə vurulsun H-ın yerinə də yazırıq 100. Bərabərdir. Cavabımız nə oldu? 750.000 kub santimetr. Gəlin bunu da kub metrə çevirək. Yenə də 6 sıfır silməliyik. 4 sıfırı belə silirik. Və sonra digər 2 sıfır üçündə bura 1 sıfır atırıq və burada 1 vergül atırıq və burada 1 sıfır yazırıq. Olur 0,75 kub metr. Taxta ilə örtülmüş hissənin həcmini soruşurdu bizdən. Yəni bu hissənin həcmini. Yox. Bura boş hissədir. Taxta ilə örtülmüş hissə üçbucağın qalan digər hissələridir. Yəni bu hissələr. Ona görə biz boş hissənin həcmini ümumi həcmdən çıxmalıyıq. Yəni nədən? 1,8-dən 0,75-i çıxırıq. Gəlin çıxaq. Cavabımız nə olur? 1,5 kub metr. 6-cı sualımızın da cavabı oldu 1,5 kub metr. Baxaq xülasə hissəsinə. Burada əslində izah eləməli çox bir şey yoxdur. Sadəcə fiqurların sahə və yaxud da həcm düsturları verilib. Gəlin bir-bir baxaq. Üçbucağın sahə düsturu S bərabərdir 2/1 AH. Onsuz da bunu bu mövzu boyu çox istifadə elədik. Bildiyimiz bir düstur idi. İndi baxaq paraleloqramın sahə düsturlarına. S bərabərdir A vurulsun HA. HA nə deməkdir? Yəni bu hissə, bu tərəfi biz A adlandırdıq. O hissəyə, o tərəfə çəkilən hündürlük A və HA. Yəni o tərəfə mənsub olan hündürlüyü nəzərdə tutur. Yenə də S bərabərdir B vurulsun HB. Yəni paraleloqramın bu tərəfini də B adlandırıb, ora endirilən hündürlüyü də HB adlandırıb və tərəf vurulsun ona məxsus olan hündürlük paraleloqramın sahəsini təşkil edir. Rombda da hər tərəf bərabər olduğu üçün hər tərəf A adlanır onsuz da. Hər tərəfə endirilən hündürlük də bərabərdir. Ona görə rombun sahə düsturu standart olaraq S bərabərdir A vurulsun H-dır. Çevrənin uzunluğu. Çevrənin uzunluğu S bərabərdir PD və yaxud da 2πr. 2πr-i istifadə eləməyimizi məsləhət görərdim. Çünki elə 2r D-nin açılışıdır. Həm də 2πr olaraq yadda saxlamaq daha rahatdır. Hesablamaq üçün də həmçinin. Dairənin sahəsi də nədir? Πr kvadratıdır. Bunu da bilirdik. Düz prizmanın tam səthinin sahəsi. Bunu da keçən ildən bilirik. S-dan bərabərdir. Hər birinin sahəsi. Birinci üçbucağın sahəsini tapırıq. 2-yə vururuq çünki 2 ədəddir. Sonra düz bucaqların hər birinin ayrı-ayrılıqda sahəsini tapırıq. Daha sonra hər birini toplayırıq və S-damı tapırıq. Silindirin tam səthinin sahəsi. Oturacaqları çevrədə axı silindirin. Bir çevrənin sahəsini tapırıq πr kvadratı düsturu ilə. Daha sonra onu 2-yə vururuq. Üzərinə gəlinsin. S-yan, yəni S-yanın açılışı axı düzbucaq olur açılanda. Düzbucağın eni nədir? Silindirin hündürlüyüdür də, düz deyil. Ona görə H adlanıb. Uzunluğu nədir? Düzbucaqlının. Çevrənin uzunluğudur da, silindirin çevrəsinin uzunluğu açılanda düzbucaqlının uzunluğuna bərabər olur. Ona görə də düzbucaqlının uzunluğunu da nə adlandırıblar? 2πr. Yəni çevrənin uzunluq düsturu. S-yan da nəticədə vuranda nəyə bərabər olur? 2πr vurulsun H. Düsturda da belə görünür. 2πr üzərinə gəlsin 2πr kvadratı. Burada bəzən 2πr mötərizə xaricinə də çıxardılar. 2πr vurulsun H üzərinə gəlinsin R. Düz prizmanın həcmi yenə də. Əsasən fiqurların həcmi düsturu onsuz V bərabərdir S oturacaq vurulsun H olur. Silindirin həcmi də yenə də S oturacaq vurulsun H, amma açılışı da var. S oturacağın yerinə çevrənin həcm, daha doğrusu sahə düsturunu yazılır. V bərabərdir P kvadratı vurulsun H. Bugünlük bu qədər idi. Sağ olun.